Təəssüf ki, bankomatlar nağd pul çıxaranlar üçün əsə ova başlayıblar. Artıq bir neçə nəfər gözlənilməz pusquya düşərək məkirli tələlərə düşüb. Xəbərə görə ən çox rast gəlinən problemlər bloklanmış kartlar və ya səhv daxil olunmuş pindir. Əgər insan unutqandırsa və ya texniki nasazlıqlar varsa, bəlaların sonu olmayacaq. Buna görə də belə bir vəziyyətə düşsəniz nə edəcəyinizi bilməlisiniz. Bəzən insanlar PIN kodu unudurlar, nömrələri 3 dəfə səhv daxil edirlər və nəticədə bankomat kartı bloklayır. Bir qayda olaraq bloklama 24 saat davam edir. Ancaq kart cihazda qalırsa onu qaytarmaq üçün banka müraciət etməlisiniz. Buna görə də PIN kodu daxil etmək üçün ikinci uğursuz cəhddən sonra kodu xatırlaya bilmirsinizsə, üçüncü cəhd etməmək daha yaxşıdır. Və olur ki, problemlər sizin səhvlərinizlə deyil, bankomatdakı nasazlıqlarla bağlıdır. Bu, məsələn, kart zədələndikdə və ya maqnetizləşdirildikdə mümkündür. Və bir vəziyyətdə düzgün PIN kodu daxil etdiyinizə əminsinizsə, bank filialınızla əlaqə saxlayın. Bir çox hallarda kart pulsuz dəyişdiriləcək, ancaq onu bankomatdan çıxarmaq üçün ödəniş tələb edilə bilər. Başqa bir çox vacib şey, yad adamların tələbi ilə pul çıxarmamalısınız. Yaşlı insanlar da daxil olmaqla vasitəçilərdən istifadə edən fırıldaqçılarla qarşılaşa bilərsiniz. Yoxlama vaxtı bank və hüquq mühafizə orqanları ilk növbədə pulu kimin fiziki olaraq çıxardığı ilə maraqlanacaq. Siz əlbəttə ki, saf həqiqəti desəniz belə bu inandırıcı dəlil olmayacaq.